Abituriyentlər və müəllimlər, bu gün sizlər üçün belə çətin tipli məhlullara aid maraqlı bir sualın izahını verəcəm. Deməli bizə 3 ədəd qab verib. Deyir ilkin anda hər bir qabda 180 qram 20%li məhlul var. Maddələr deyir qablara tam əlavə olunduqdan sonra birinci qabda 28%li məhlul alınır. İlk öncə gəlin birinci qabımıza baxaq. Birinci qabda nə var? Bu qabın öz içərisində mən görürəm ki 180 qram 20%li məhlul var. Gəlin tapaq görək içərisində nə qədər həll olan maddə var. 36 qram həll olan maddəm var. Bunu saxlayıram. Həll olan maddə. Deməli 0,5 mol XOH maddəsi əlavə edilir. Yəni həll olan maddəm budur. Lakin mən bilmirəm, buradan birinci qaba görə hesablama aparıram. XOH-ın kütləsinə bir böyük A ilə işarə etsəm, onda bunun emi nəyə bərabər olar? A vurulsun 0,5, yəni 0,5 A-ya bərabər olar. İndi deyir 28%li məhlul alınır. Məhlula duz əlavə etmə düsturumuzdan istifadə etsək, 28%li məhlul bərabərdir. Məhlulun içərisində 36 qram həll olan maddə əvvəlcədən var idi. Mən də əlavə etdim 0,5 A qədərini. Məhlul özü zaten 180 idi. Bir də məhlulun da kütləsini eyni qədər artırdım. Vuraq 100%. Buradan bir hesablama aparırıq. Çox da uzun deyil. Hesaplamanı apardıqdan sonra A bərabərdir çıxır 40. Deməli, XOH-ımın məndən belə deyək də, emeri 40 idisə, üstdən 17 çıxsam, X-ın A yerinə AR X bərabərdə olur 23. Deməli, mən 23 olanlara baxacam. Deyir, X-ın nisbət atom kütləsi və məhlulun son qatılıqları arasında münasibəti müəyyən edin. Deməli, məhlulun mən görürəm ki, ikincidə də 60 milli su əlavə edilir. İkincidə məhlula su əlavə etmə düsturumuzdan istifadə edə bilərik. M1 omega 1 bərabərdir M1 plus su omega 2. M1 omega 1'im nə qədər idi? Özü vermişdi burada. 180 qram 20%li. Bu mənə verəcək 3600 bərabərdir 180 üstə gələk 60 omega 2. Buradan da omega 2 su əlavə etdikdə təbii ki durulaşacaq. 15%li məhlul. Üçüncü halı baxsaq, bu səfər də üçüncü qabda isə məhlula 120 qram 25%li məhlul əlavə edilir. Məhlula məhlul əlavə etmə düsturumuz M1 omega 1 üstə gələk M2 omega 2 bərabərdir. M1 plus M2 omega 3 düsturundan istifadə edə bilərəm. 3600 üstə gəlinsin. 120-ni 25-ə vursam 3000 edər. Bərabərdir 120 ilə 180 toplasam 300 omega 3. Buradan da omega 3 bərabər olacaq. Deməli neçəyə? 22-yə. Məndən də bunları müqayisə etməyimi istəyir. Deməli 28 birinci qabdaydı. Birinci qabın məhlulu böyükdür 22-dən, yəni üçüncüdən, o isə böyükdür ikincidən və buna uyğun cavabımız olacaq C variantı.